Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan həlledici addımlardan biri kimi qiymətləndirilir. Ekspertlər bu görüşü sülh sazişinə gedən yolda mühüm siyasi iradənin nümayişi və kommunikasiyaların bərpası üçün yeni mərhələ kimi xarakterizə edirlər. İndiki de facto sülh şəraitində, o cümlədən sülh sazişinin paraflandığı şəraitdə sülh prosesinə ən böyük dəstək təbii ki, münasibətlərin, kommunikasiyanın davamlı şəkil alması və real nəticələrə aparan bir şəraitdə davam etməsidir. Bu mənada Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşü və ötən dövrün, ötən 6 aylıq periodun nəticələrinin təhlili çox mühüm idi. Bilirsiniz ki, kommunikasiyalar davamlı şəkildə davam edib. O cümlədən hökumətlərin müvafiq komissiyalarının görüşləri, xüsusən sərhədlərin delimitasiyası istiqamətində, həmçinin kommunikasiyaların açılması istiqamətində mütəmadi danışıqlar olub və bu mənada həmin danışıqların bütövlükdə aparılan prosesin yekun olaraq ümumi şəkildə ümumiləşdirilməsi baxımından Əbu-Dabi görüşünün əhəmiyyəti böyük idi.